Xeyir olsun, dəyərli şagirdlər, dəyərli 6-cı siniflər, xoş gördük sizləri. Bugün 18 may tarixində sizin monitorinq imtahanınız keçirilib. Həmin monitorinq imtahanının A variantının suallarına baxırıq indi. Yəqin ki, mətni oxumusunuz, oxumamısınızsa burada ekranı saxlayıb oxuya bilərsiniz. Görürsünüz, məsələn bu cürdür. Və suallara baxaq. Sualları nə deyir? Birinci sualda deyir ki, mətndəki hadisələr kimin dilindən danışılır? Təbii ki, biz mətni oxuyanda görürük ki, mətndəki hadisələr müəllifin dilindən danışılır. Ona görə cavab Y variantıdır. İkincə deyir ki, ona görə də arzu tutanda yaxşı fikirləş. Fikri ilə yaşlı xanım nəyə işarə edirdi? Yaşlı xanım təbii ki, burada deməli, kasanın verdikləri onun qırılması ilə geri alına bilərdi. Ona görə də deyirdi ki, yaxşı fikirləşmək lazımdır ki, elə şeylər eləmək lazımdır ki, geri alınında, qırılanda artıq sənlə qalsın. Üçüncü suala baxaq. Mətnin məzmununa əsasən hansı qənaətə gəlmək olmaz? İstəklərimiz daxili dünyamızı göstərir. Bu təbii ki, var mətndə. Çünki görürsünüz, o üçüncü Qosir daha yaxşı şeylər istəyir də, kitab istəyir. Seçimlərimiz gələcəyimizə təsir edir. Təbii ki, bu da var. Qosirin məsələn gələcəyinə necə təsir edir? Yaxşı, digər qardaşlara da pis. Qərarlarımız başqalarına görə formalaşır. Xeyr, bax belə bir şey yoxdur. Başqalarına görə burada qərar formalaşması yoxdur. Zəhmət çəkən mükafatını alar. Bəli, Qosir zəhmətini çəkdi, mükafatını da aldı. Belə deyək. Sonra dördüncü suala baxaq. Dördüncü sualda deyir, cümləni davam etdirin. Düyü kasası sındıqdan sonra Qosirin biliyi çox yox olmadı. Niyə yox olmadı? Çünki o biliyi özü əldə etmişdi. Yəni kitablardan öyrənmişdi. Elə cavab adı, digər variantlar yanlışdır. Beşinci suala baxaq. Mətnə əsasən doğrudur. Övladlığa götürülən oğullardan birinə fərqli davranıldı. Təbii ki, bunu görə bilirik. Birinə, yəni Qosirə fərqli davranıldı. Digər iki dənəsi onsuz da görürdü, həm də Qosir görmürdü deyə deyirlər, həyatda bacada işləyər. Uşaqlar körpə olanda qadın özü onları uşaq evinə qoymuşdu. Xeyr, uşaq evinə qoymamışdı, uşaq evindən götürmüşdü. Yanğına tənbəl qardaşlar səbəb oldular. Belə bir şey də görmədik bunu. Qosir cəsarəti ilə qadını təəccübləndirdi. Bəli, Qosir cəsarəti ilə qadını təəccübləndirdi. Yanğın zamanı oğlanlar köməkləşib yaşlı qadını xilas etdilər. Köməkləşmədilər, belə bir şey də yoxdur. Sonra kasa ehtiyatsızlıq ucbatından sındı. Təbii ki, ehtiyatsızlıqdan sınmışdı. Üstündə dalaşırlar. 1, 4, 6 A variantını götürəcəyik. Mətnə əsasən yanlışdır. İnsanlar haqqında ilkin təəssürat yanıldıcı ola bilər. Məsələn, Qosir haqqında ilkin təəssürat gələcəkdə o yaşlı qadını da yanıltmış olur. Ona görə bu doğru fikirdir. Çətinlikdə və təhlükədə insanın gizli xüsusiyyətləri, məsələn, Qosirin gizli xüsusiyyəti nə idi? Cəsarəti falan oldu, qadını da çıxartdı, digərləri özləri qaçmışdı. Bəzən hadisələrin gedişi ədaləti bərpa edir, görürük, axırda ədalət bərpa olunur, digər qardaşlar da məktəbə qayıdırlar. Uğur və şans yalnız güclülərə yoldaşlıq edir. Belə bir şey deyə bilmərik, güclü yox, ağıllılara. Bax, məsələn, Qosir ağıllı tərpəndi, kitabdan biliklər öyrəndi. Ona görə də D variantı olacaq. 7-ci suala baxaq. Deməli, Qosir sehirli kasasından maddi sərvət deyil, ona bilik və dünya görüşü qazandıracaq kitablar istəyir. Bu davranışı necə dəyərləndirirsiniz? Maddi varlıqlara daha çox önəm verir. Xeyr, maddi varlıq deyil də savada çox önəm verir. Biliyin və özünün inkişafın faydasını dərk eləyirdi. Amma digər qardaşlar dərk eləmir. Ona görə B variantı olacaq cavabımız. Xoşbəxtliyin sirrini var dövlətdə görür. Xeyr, var dövlətdə görmür. Düyü kasasının gücünə inanmır. Belə bir şey də yoxdur. Cavab B variantı olur burada da. Sonra 8-ci suala baxaq. Lando və Suaco təhsillərini yarım qoyduqları üçün peşman olurlar, məktəbə qayıdırlar. Onlardakı bu dəyişiklik necə izah oluna bilər? Yəni, necə izah edə bilər bu dəyişikliyi? Səhvlərini həqiqətən də başa düşürlər və dəyişmək istəyirlər. Bəli, belə başa düşə bilərik elə A variantıdır cavab. Varlı olmaq üçün təhsilin yeganə şərt olduğunu anlayırlar, yox. Səhv etdikdən sonra
nəyinsə düzələcəyinə inanmırlar. Təbii ki, yox. Sahib olduqları var dövləti bu yolla artırmağa çalışırlar. Bu da deyil. Deməli, A variantıdır. 9-cu suala baxaq. Müdrik alim üçün o hələ də sehirli idi. Fikri sizcə nəyi ifadə edirdi? Müdrik alim üçün hələ də sehirli idi. Baxaq görək. Qırıqları yapışdırdıqdan sonra kasanın sehirli qayıtmışdı. Belə bir şey yox idi. Kasa sayəsində övladlığa götürülmüşdü. Belə də deyildi. Kasa ona zəngin bir kitabxana bağışlamışdı. Xeyr. Kasa və onu verən qadın Qosirin həyatında böyük rol oynamışdı. Bax, buna görə o kasanı saxlayırdı. 10-cu suala, deməli, burada D variantı oldu. 10-cu suala baxaq. Oğlanlardan ikisi öz seçimləri nəticəsində nə olur? Təhsillərini vaxtında tamamlaya bilmədilər. Bunu deyə bilərik. Qosir ilə münasibətləri korlandı. Xeyr. Analarının onlara etibarı itdi. Xeyr. Həyatlarının böyük bir hissəsini mənasız yaşadılar. Bəli, böyük bir hissəsini mənasız yaşadılar. Sonra döndülər əvvəlki həyatlarına. Sehirli kasadan tam faydalana bilmədilər. Bu da düzdür. Deməli, cavabımız olacaq 1, 4, 5. A variantı. Sonraki mətnə baxaq. İkinci mətndə deməli, bax, mətni burada ekranda qoyuram. Bax, belə. Bunu deməli, suallarına baxaq. 11-ci sualda deyir ki, mətndə hansı suala cavab yoxdur? Monqolistanda uzun müddətli yun istehsalının ekologiyaya mənfi təsiri nələrdir? Bunu görürük. Monqolistandan bax, bu abzasda danışır. Bax, burada var. Təsiri nələr olur? Yəni, yararsız torpaq sahələri olur, filan olur. Bunun cavabı var. Geyim sənayesi ölkəmizdə necə inkişaf edib? Bax, ölkəmizdən danışmır. Burada görürsünüz, Azərbaycandan qəti heç nə danışmır. Ona görə cavab elə B variantı olacaq. Aral dənizinin qurulmasına səbəb nə olmuşdu? Aral dənizində burada görürük. O da nədir? Pambıqçılığın inkişafı. Bax, yazır ki, pambıqçılığın inkişafı Aral dənizini qurudur. Süni materialların hazırlanması hazırlanan geyimlər hansı ekoloji problemlər yaradır? O da görürük də, süni gec çürüyür və 200 ilə qədər o qala bilir. Nəysə ki, cavabımız B variantıdır. Digər variantlar yanlışdır. 12-ci suala baxaq. Mətnə əsasən moda sənayesinin ekoloji təsiri ilə bağlı hansı fakt doğrudur? Hər il geyimlərin 85% təkrar emal. Təkrar emal deyil də, baxın, zibilliyə atılır. Təkrar emal o demək ki, yenidən istifadəyə verilir. Ona görə yanlışdır. Geyim sənayesinin ekoloji təsiri yalnız istehsal mərhələsində müşahidə olunur. Mu? Xeyr, bu da yanlışdır. Moda sənayesi təbiətə ən az mənfi, yox, ən çox təsir vuranlardan biridir. Mətndə də bunu görürük. Moda sənayesinin inkişafı su ehtiyatlarının tükənməsinə səbəb olur. Bax, görürsünüz, Aral dənizinin suyu quruyur, nə bilim, filan, bunları görürük mətndə. Ona görə cavab D variantı. 13-cü suala baxaq. Aral dənizinin 40 il ərzində qurumasının səbəbi nə idi? Pambıqçılığın inkişafı. Bax, görürsünüz, elə bax, bura yazılıb. Pambıqçılığın inkişafı. Sonra deyir ki, 14-cü suala baxaq. Müasir dövrdə cins geyimlərin istehsalında istifadə olunan indigo boyasının əsas problemi nədir? Deməli, əsas məsələ çayları və gölləri çirkləndirir də. Bax, burada yazılıb indigo və çoxlu çayları və gölləri çirkləndirir deyir. C variantı. 15-ci suala baxaq. Moda sənayesinin ekoloji təsirini azaltmaq üçün mətnə əsasən hansı həll yolları təklif edə bilərik? Yəni, mətnə görə hansı həll yollarını təklif edə bilərik ki, yəni ekoloji təsir az olsun? Deməli, biz baxırıq. Cins geyimlərin geyinilməməsi istiqamətində təbliğat. Xeyr, cins geyimlərin geyinilməsi lazımdır, amma qədərində hər şey. İnsanların az geyim alması üçün qiymətləri qaldırmaq, bu da həll yolu deyil. Qiymətləri qaldırmaq həll yolu sayılmır. Geyimlər torpaqda parçalana bilən təbii materiallardan hazırlana bilər. Bəli, baxın, torpaqda parçalansa tez ola bilər. Dünyada dəb daha tez-tez yenilənməlidir. Xeyr, tez-tez yenilənəndə daha çox sürətli deməli, paltar alma daha çox olur. Kimə boyalar əvəzinə bitki tərkibli boyalar istifadə oluna bilər. Bəli,
Bax, bunu deyə bilərik, çünki onda çirklənmə az olacaq. Cavab A variantı olacaq. Sonra 16-cı suala baxaq. Mətnə əsasən hansı bənddə səbəb-nəticə əlaqəsi pozulmuşdur? Deməli, bir də A variantını verib ki, cins geyimlərə tələbat artır, digər parça növləri sıxışdırılır. Belə bir şeydən var mətndə? Xeyr, elə A variantıdır. Məsələn, kəşmir, yun daha çox istehsal olunur, otlaq sahələri yararsız hala düşür. Bu Monqolistanda idi da, bilirsiniz. Bax, burada yazılıb kəşmir. Görürsünüzmü? Onda nə olurdu? Otlaq sahələri azalırdı. Bu düzdür, B düzdür. Bizə uyğunluq pozulmuşdu deyə deyirdi ya, A variantında səhv idi. Geyimlər süni boyalarla rənglənir, su övzələri kimyəvi maddələrlə çirklənir. Bunu deyə bilirik. Sintetik geyim tullantıları çoxalır, nəticədə nə olur? Torpağın çirklənməsinə səbəb olur sintetik materiallar. A variantı deyək. Sonra 17-ci suala baxaq. Mətni yazmaqla müəllifin məqsədi nə idi? Müəllifin məqsədi burada tez-tez deməli, C variantı, bəli, tez-tez yenilənən dəbin təbiətə vurduğu ziyanı diqqətə çatdırır müəllif. Yəni, mətni yazan müəllif burada bizə nə demək istəyib? Yəni, deyir ki, geyimlər tez-tez dəyişən dəb nə olur? Təbiətə güclü ziyan vurur. Mətndə geyim sənayesinin ekoloji problemləri ilə bağlı əsas fikir hansıdır? Deməli, insanlar cins geyimlərdən daha çox istifadə etməlidirlər. Yox. Dəb naminə geyimlər almaq ekoloji problemləri daha da dərinləşdirir. Bəli, dəb naminə geyimlər alırlar, sonra da çox geyimlər atırlar. Deməli, cavab elə B variantı olacaq. Moda sənayesi iqtisadi inkişaf üçün vacibdir, deyir. Yanlışdır. Ekoloji təsiri nəzərə alınmamalıdır. Xeyr, nəzərə alınmalıdır. Su israfının qarşısını almaq üçün paltarlar mümkün qədər az yuyulmalıdır. Belə bir şey də demir bizə. B variantı. 19-a baxaq. 19-cu sualda deyir ki, cümlə mətnin hansı abzasının sonuna əlavə edilə bilər? Həmçinin köhnəlmiş paltar, ayaqqabıları zibilliyə atmaq əvəzinə ona yeni həyat vermək, təmir etmək mümkündür. Bax, bunu hara artıra bilərik? Yəni, çıxış yolunu harada göstərib? 6-cı abzasda, bax, burada. Bax, bu abzasa artıra bilərik bunu. A variantı olacaq. Hansı, deməli, başlıq və yarım başlıq mətnin məzmununa uyğun deyil? Mətndə nədən danışmırsa onu götürəcəyik. Bax, məsələn, tekstil tullantılarının artması və ekoloji fəsadlar. Orada mətndə bundan danışıb. Bu düzdür. Bizə aid deyil, lazımdır. Pambıqçılığın su ehtiyatlarına mənfi təsiri. Bundan da danışıb. Pambıqçılıq, məsələn, bax, görürsünüz, Aral dənizini qurutmuşdu filan. Geyim sənayesinin ekoloji təsirlərini azaltmağın yolları göstərilibmi? Göstərilib. Çünki göstərilib ki, deyir ki, yəni geyimdən az istifadə etmək və yaxud da məsələn, təbiəti çox çirkləndirməmək. Təbiətin mühafizəsi ilə bağlı aksiyalar. Aksiyalardan bu mətndə danışıbmı? Elə aksiyalar keçmək lazımdır. Xeyr. Cavab olacaq D variantı. Növbəti mətnimizə baxaq. Növbəti mətnimiz qeyri-aktiv həyat tərzi mətnidir. Bu da yaxşı bir mətndir. Suallarına baxırıq. 21-ci sual. Mətndə bu barədə məlumat yoxdur. Fiziki aktivliklə bağlı aparılan araşdırma. Bu var idi. Mətndə bu barədə danışır. Bu məsələn deyir ki, bax, bu jurnal aparmışdı özə. Lancet jurnalı 168 ölkə əhalisinin fiziki aktivliyini araşdırıb. Fiziki aktivliyin azalmasının səbəbləri göstərilir. Çünki oturaq iş rejimi insanlarda daha aktiv olur. Ona görə fiziki aktivliyin artırılması üçün həll yolları. Bu yanlışdır. Bax, belə həll yollarını harada göstərdir ki, mətndə var? Xeyr. Cavab C olacaq. Mətnə bir də deyir ki, pasiv həyat tərzinin sağlamlığa mənfi təsirlərindən danışıb ama. Mətndə var idi. Sonra 22-ci suala baxaq. Mətnə əsasən inkişaf etmiş ölkələrdə aktiv həyat tərzinin azalmasının əsas səbəbini göstərin. İnkişaf etmiş ölkələrdə deməli nə edirlər? Texnologiya və əsas texnologiyanın inkişafından bağlı olur. Baxaq, insanların daha sağlam qidalanması yox, texnologiyanın inkişafı və hərəkətə ehtiyacın azalması. Bəli, texnologiya inkişaf etdikcə insanlar kompüter işlərindən daha çox məşğul olur.
Bu da oturaq həyat insanların aktivliyini azaldır. Kənd təsərrüfatı fiziki əmək tələb edən işlərin üstünlüyü xeyr. Bu inkişaf etmiş ölkələrdə belə üstünlük yoxdur. İnsanların idmanla məşğulluğunun artması, bu da əlaqəsi yoxdur. Əsas məsələ, deməli, inkişaf etmiş ölkələrdə aktivlik niyə azdır? Belə aktiv həyat tərzi niyə azalıb? Çünki texnologiya inkişaf edib və hərəkətə ehtiyac qalmayıb. 23. Şəkildə və mətndə verilmiş məlumatlara istinad edərək düzgün fikri tapın. Baxaq, şəkilə istinad edirik, şəklimiz buradadır. Deyir, Çin əhalisinin əksəriyyəti fiziki cəhətdən qeyri-aktiv həyat tərzi keçirir. Xeyr, bax, Çin əhalisinin cəmi 14% qeyri-aktivdir, görürsünüz. Bu səhv fikirdir. ABŞ əhalisinin həyat tərzi aktivlik baxımından Rusiyadan daha yaxşı vəziyyətdədir. Baxın, burada deməli, qeyri-aktiv əhali görürsünüz. Qeyri-aktiv əhali nə qədərdir? 40%. Rusiyada necədir? 17%. Deməli, bu fikir də səhvdir. Qeyri-aktiv 40%, deməli, daha çox Rusiyadan daha yaxşı vəziyyətdə demək olmaz. Şəkildə dünyanın bütün ölkələri üzrə qeyri-aktiv əhalinin faizlə göstəriciləri təqdim olunub. Xeyr, burada görmürük. Heç Azərbaycanı görmürük, ona görə yanlış fikirdir. Yəni, dünyanın bütün ölkələri verilməyib. Bir neçə 5-6 dənə ölkə verilib. Braziliya qeyri-aktivlik göstəricisi yüksək olan ölkələrdəndir. Baxın, Braziliyanı görürsünüz, qıpqırmızıdır. Bax, burada qeyri-aktivlik əhalisi daha çox 45%, 47%-dir hətta Braziliyada. Deməli, aktivlik, qeyri-aktivlik göstəricisi yüksəkdir. Qeyri-aktivdir əhali. Ona görə D variantıdır. Cavabımız D variantı olacaq. 25-ci suala baxaq. Mətnin sonunda texnologiyanın inkişafı fiziki fəallığı minimuma endirir fikri ilə nə nəzərdə tutulur? Deməli, deyir ki, insanlar texnologiyadan düzgün istifadə etməyi bacarmırlar. Mətnin sonunda texnologiyanın inkişafı fiziki fəallığı minimuma endirir, yəni azaldır. Bildiniz nə deyir? Yəni minimuma endirir. Burada göründüyü kimi texnologiyanın inkişafı fiziki aktivliyi minimuma endirir. Gördünüz onu. Deyir, bunu nə nəzərdə tutur? İnsanlar texnologiyadan düzgün istifadə etməyi bacarmırlar. Xeyr. Texnologiya insanları daha çox işləməyə məcbur edir. Əksinə, bu da səhvdir. Texnologiyanın yaratdığı rahatlıq insanların az hərəkət etməsinə səbəb olur. Bəli, bax, budur cavab. C variantı. Texnologiya insanların daha sağlam yaşamasına kömək edir. Xeyr, insanlar aktiv həyat tərzi keçirmirlər texnologiya üstün olanda. 25-ə baxaq. Şəkil və mətndə verilmiş məlumatlardan çıxış edərək Küveytə aid doğru fikirləri müəyyən edin. Əhalisi daha çox kənd təsərrüfatı ilə məşğuldur. Əhalisi daha çox kənd təsərrüfatından məşğuldur əhalisi. Baxın, Küveyt hansıdır? 67%. Qeyri-aktiv əhali görün nə qədərdir? Xeyr, bu ola bilməz kənd təsərrüfatı. Yüksək gəlirli ölkədə demək olar. Bəli, demək olar. Texnologiyadan az istifadə olunur. Bunu demək olarmı? Xeyr. Texnologiyadan yüksək istifadə vardır ya, qeyri-aktivlik çoxdur. Bunu deməli səhv götürəcəyik daha doğrusu. Qeyri-aktivlik çoxdur. Texnologiyadan isə çox istifadə olunur. Əhali daha çox ofis işlərində çalışır. Bunu deyə bilərik. Çünki qeyri-aktivdirlər axı. Görürsünüz, qırmızı ilə verilib. Ona görə 2 və 4, o da A variantı olacaq. Belə, hələlik uşaqlar, özünüzə yaxşı baxın, uğurlar.